Dostlar, şəxsi inkişaf proqramında 5-ci pilləni, sualları məşq edirik. Biz özümüzə nə qədər doğru sual qoymağı bacarsaq və ona doğru cavab versək, uğura o qədər tez çata bilərik. Uğur sizin üçün nədirsə, söhbət ondan gedir. Məsələn, bugün mən sizə çox ciddi bir sual vermək istəyirəm. Bu barədə təfəkkür eləyək. Sizcə, ailələr niyə dağılır? Mən cavab verim. Bacarıqsızlıqdan ailə həyatını davam etdirmək bacarığı olmadığına görə. Gəlin etiraf eləyək ki, heç bir valideyn, istər qadın olsun, istər kişi, heç biri övladını aliment dediyimiz o şeylə böyütmək istəməz. Söhbət normal düşüncəli insanlardan, sağlam düşüncəli insanlardan, xəstə ruhlardan getmiş söhbət. Tamam mı? Yəni, siz uğura çatmaq üçün özünüzə doğru suallar verməyi bacarmalısınız. Bu bacarığı özünüzdə inkişaf etdirməlisiniz. Məsələn, sizə bir ipucu verim. Özünüzə bir sual verin. Sizin öz uğurunuza çatmaq üçün hansı bacarığınız çatmır? Və çalışın həmin suala səmimi cavab verin. Xoş gördük, əziz dostlar.